Salam uşaqlar və müəllimlər. Demək, OTK sınağı 2025-ci il 20 aprel 10-cu sinif izahına başlayaq. 31-ci testdə deyir, Eldəniz hökmdarı Qızıl Arslan və Əbu Bəkirdən fərqli olaraq Atabəy Özbək. Deməli, Atabəy Özbəyin hakimiyyətləri 1210-1225-ci illərdədir, yəni son hökmdarıdır və onun dövrü Eldənizlərin zəif dövrüdür. Həmədan yaxınlığında döyüşdə İraq Səlcuq Sultanı 1-ci Toğrulun məğlub edilməsi, 3-cü Toğrulun məğlub edilməsi bu yanlışdır. Çünki bu Qızıl Arslana aiddir. Qızıl Arslan bundan sonra sultan titulu qəbul edəcək. Xarəzmşahların məğlub edilməsi bu 1225-ci ildədir. Xarəzmşahları məğlub etməyiblər Eldənizlər. Əksinə Xarəzmşahlar onların varlığına son qoyub. C variantında deyir, ölkə Monqolların dağıdıcı yürüşünə məruz qalmışdır. Bəli, bu doğrudur. Cavab C-dir. Dövlətin paytaxtını Həmədan köçürmüşdür. Bu da ona aid deyil. Paytaxtı köçürən demək ki, Məhəmməd Cahan Pəhlivandır. Naxçıvandan Həmədana köçürdür. Mərkəzi hakimiyyət güclənmişdir. Bu da yanlışdır. Çünki zəif dövrüdür. 32-ci testdə İngiltərədə Al Qızılgül və Ağ Qızılgül müharibəsi dövründə Azərbaycanda Al və Ağ Qızılgül müharibələri 1455-1485-də iki sülalə arasında olub, nəticədə Tidorlar hakimiyyətə gəlmişdi. 100 illik müharibə 1453-də bitir, ondan 2 il sonra da İngiltərədə bu müharibə başlayır. Biz belə yadda saxlamışıq uşaqlarla. Demək, Azərbaycanda olan Araz çayında şimalda yeni dövlətin əsasının qoyulması. Bu dövrdə Araz çayından şimalda yeni dövlətin əsası qoyulmayıbdır. Əpər sazişi 1500-cü ildədir. Bizə lazımdır 1455-1485-ci ildə hadisə. Ağqoyunlu dövləti Venesiya ilə hərbi ittifaq 1472-dir. Onda cavab C olacaq. Şirvanda yeni sülalə hakimiyyətə gəldi. Məsələn, 1382-də yeni sülalə hakimiyyətə gəlib. Ona görə o da aid deyil. Sülalələrdən biri desək. Cəlalilərin hakimiyyətinə son qoyulması da bu dövrə düşmür. Çünki bu 1410-cu ildədir. Bizə lazım idi 1455-85-ci illər. 33-cü testdə isə soruşur ki, xəritədə rəqəmlə göstərilmiş ölkələr. Təəssüf ki, burada mən rəqəmləri görmürəm. Ona görə də bu testi izah edəməyəcəm. Keçirik 34-cü testdə. Sxemi tamamlayın. Qazan xan 1-ci Təhmasib və Nadir Şaha aid. Qazan xan hülaki hökmdarıdır. İslahatlar keçirib. Təhmasib də islahat keçirib. Vergi sahəsi 1565-də deməli tamğanı ləğv edibdir. Nadir Şah da vergiləri nizama salıb. Burada cavab A variantı olacaq. Çünki hərbi donanmanın heç biri yaratmayıbdır. Bilirik ki, Azərbaycanda hərbi donanma AXC dövründə yaranıbdır. Nadir Şah cəhd edib sadəcə, o da Osmanlı ilə müharibə buna imkan verməyibdir. Yam, bu sırf rabitə dayanacağı Qazan xan aiddir. Yeni sülalənin əsasının qoyulması, məsələn, Nadir Şaha aid edilə bilər. Nə Qazan xan, nə Təhmasib aid deyil. Yeni dövlətin yaradılması da yenə Nadir Şaha aiddir. Nə Qazan xan, nə də Təhmasib aid deyil. 35-ci test, 13-cü əsrdə Azərbaycan və Dehli Sultanlığına hücumuna məruz qalıb. Ümumiyyətlə, 13-cü əsrin məşhur hücum edən, yəni digər dövlətlərə hücum edən dövləti Monqollardır. Bilirik ki, Monqollar 1206-cı ildə yaratmışdı Çingiz xan dövləti. Azərbaycana da, Dehliyə də hücum edib. Cavab B olacaq. Çünki Teymuri dövləti 1370-də yaranıb. Xarəzmşahlar Azərbaycana hücum edibdir. Dehliyə hücumunu görmürük. Sonra Cəlari dövləti Azərbaycanda 1410-cu ilə qədər 1359-dan sonra hakimiyyətdə olubdur. Bu da 13-cü əsr deyil. Qızıl Ordunun da Azərbaycana hücumları 1243-cü ildə yaransa da Qızıl Ordu Dehli Sultanlığına hücumunu görməmişik. Demək, cavab B-dir. Daha sonra 36-cı sual. Uyğunluğu müəyyən edin. 17-ci əsrin sonlarına doğru Səfəvilər dövlətində iqtisadi sahələri əhatə edən böhranın siyasi və iqtisadi səbəbləri. Əkin sahəsinin azalması iqtisadi səbəbdir. Ona görə 2-yə A gedəcək. İpək yolunun əhəmiyyətinin itirməsi, bu da iqtisadi səbəb ola bilər. 2-yə A, B.
Səfəvi Osmanlı müharibəsi 17-nin sonunda yoxdur. Bilirik ki, 1639-dan sonra bitir. Ona görə C-lər, harada C varsa o çıxacaq. Baxın, A-da C var, B-də C var, E variantında C var, hətta C-də də C var. Deməli, C variantı heç birinə getməyəcək. Ona görə də hansını tapmışdıq? D variantını. 1-ə siyasi səbəbə gedəcək idarəçilikdə yol verilən səhvlər, iqtisadi səbəbə də gedəcək əkin sahələrinin azalması və İpək yolunun əhəmiyyətini itirməsi. Rusiya ilə ticarət müqaviləsi niyə Səfəviləri böhran etsin ki? Ticarətinə yaxşı təsir edər da yəqin ki. Deməli, 37-ci test Çingiz xanın hakimiyyət dövrünə aid deyil, hakimiyyət illəri lazım deyil deyən müəllimlər, baxın, hakimiyyət illərinə aid hadisələr soruşulur. Deməli, 1206-1227-ci illərdə Monqol dövlətini yaratmışdır o. Məsələn, burada paytaxtın Qaraqurumdan Pekinə köçürülməsi aid deyil, çünki bu Xübülay xana aiddir. Şərqi Gürcüstan tabe edir, Mərkəzi Asiyanı işğal edir. Pekin şəhərinin tutulması, bilirik ki, Pekini tutmaqla 1215-ci ildə Şimali Çinin işğalını başa çatdırıbdır. Sonra Azərbaycanın ilk Monqol yürüşü Cəbəsi Zubutayın başçılığı ilə olmuşdu. O da 1220-22 Çingiz xanın hakimiyyətinə düşür. Çünki o 1227-yə qədər hakimiyyətdə olub. Deməli, cavab burada A-dır. 38-ci test deyir ki, Sind və Mauri sülalələri tərəfindən idarə edilmiş dövlət bu Hindistan və Çindir. Cavab 5 və 4 olacaq. 4 və 5 C variantındadır. 39-cu test Şah İsmayıl və Ağqoyunlu Yaqub Padşahın fəaliyyətində oxşar cəhət. Hakimiyyətdə durğunluq, xeyr, belə bir şey yoxdur, A gedir. Şirvanşahlarla müttəfiq olmaları, Şah İsmayıl Şirvanşahlarla düşmən idi. Osmanlı Sultanı 2-ci Bəyazitlə dostluq, bəli, Şah İsmayıl 2-ci Bəyazitlə dost olubdur. Yaqub Padşah da eyni zamanda öz atası Uzun Həsəndən fərqli olaraq Osmanlılarla bilirik ki, münasibəti yaxşılaşdırır və cavab C variant olacaq. Şeybanilərin məğlub edilməsi, məsələn, Yaqub Padşahda biz Şeybanilərin məğlub edilməsi məsələsini görmürük. Şah İsmayılda var, amma 16-cı əsrdə də bu da Yaqub Padşaha getmir. Çünki o 1478-ci ildən 1490-cı ilə qədər hakimiyyətdə olubdur, 12 il. Və demək Şah İsmayıl, amma 1500-lərdə bilirik, 1501-1524-dədir. Cavab burada C-dir. 40-cı sual, uyğunluq pozulmuşdur. Spartak üsyanı və Qırmızı Qaşlılar üsyanı Erdən əvvəl 1-ci əsr. Elə A-da pozulub, çünki Qırmızı Qaşlılar və Sarı-Sarıqlılar demişdik bizim eradadır. Cavab A-dır. Digərləri düzdür da, onlara baxmayaq. Daha sonra 41. Albaniyada Mehranilər sülaləsinin hakimiyyət dövrünə uyğun gələn hadisələri müəyyən edin. Albaniyada Mehranilər 630-cu ildən 705-ci ilə qədər hakimiyyətdə olubdur. Burada Kürşadın başçılığı ilə üsyan 639-dur. Biri gedəcək bu dövrə. Ərəblərin əhalinin siyahıya alması 725-dir. Bu aid deyil. Frank dövlətinin imperiya çevrilməsi 800-dür. Bu da aid deyil. 2 və 3 olanları çıxırıq. 2, deməli, cavab 1 ilə 4 olacaq. Çünki Göytürk dövlətinin bərpa olunması da 682-ci ildədir. Bu da həmin ilə daxildir də, yəni 630-705-in daxilində olubdur. 42-ci testə baxaq. Bir dəqiqə.